içinizde bir sir var, siz onun içindəsiniz. İçinde olduğunuz sir nedir? İçinizde olan ve içinde olduğunuz sir. Bak, bu sirleri çözdüğümüz zaman biz bu dünyada xoşbəxt, uğurlu ve zengin oluruq. İndi bu prizmadan baktığımız zaman mən hal-hazırda ancaq fizik cismimi müşahidə edirəm. Fizik bədənimi müşahidə edirəm. Və fizik bədənimdə olan proseslərə, yəni beynimdə gedən o hormonal, bədənimdə gedən o hormonal proseslərə, beynimdə gedən o müəyyən hormonların salgılanmasına qarşı mən bir düşüncə formalaşdırıram. Mən əsəbləşdim, mən həyəcanlandım, mən agresivləşdim, mən xoşunda oldum, rahat oldum. Burada başlayır məndə psixoloji hallar dəyişməyə. Euforiya yaşayıram, sevinirəm. Atimiya yaşayıram, əhval düşkünlüyü yaşayıram. Normatimiya halında oluram. Yəni psixoloji olaraq mənim hallarım dəyişir bu bədənimdə. Mənim görünməz həqiqətimdən, yəni ruhumdan və nəfsimdən xəbərim olmadığına görə mən hər şeyi bu bədənim üzərindən çözməyə çalışıram və çözə bilmirəm, yanıram, alışıram. Bütün insanlar hal-hazırda yer üzündə xoşbəxtlik axtarır. Amma tapa bilirlərmi? Xeyr. Çünki Nizami Gəncəvi nə deyirdi? Qüdrət elmdədir, başqa cür heç kəs. Heç kəsə üstünlük eyləyə bilməz. Elm bilməkdir, elm özün bilməkdir. Sən özünü bilməzsən, bu necə elm bilməkdir deyə Yunus Emre. İndi maraqlı budur ki, bugünkü müasir materialist elm, bugünkü real insanların təyin etdiyi, örgəndiyi elm bu iki həqiqəti və bu ruh, nəfs və ağıl şuur komponentini sadəcə insan vücudunun bir nahiyəsi qəbul edibdir. Əhvalım pisdir, əhvalım yaxşıdır, psixologiyam pisdir. Psixologiya nə deməkdir? Psiko, Yunanca ruh deməkdir, log elm deməkdir. Yəni ruhun haqqında elm. Müqəddəs kitabımızda deyir ki, ruh haqqında sizə az bilgi verilib, amma verilib az. Nizami Gəncəvi deyir ki, sən bizə ruh verən günəksən artıq. Daima parlarsan, biz də solmarıq. İndi sən insan, xoşbəxt olmaq istəyirsənsə, sən bir iPhone telefonu aldığın zaman onun açıklaması olan bir kitabça alırsan. O iPhone-u ona uyğun istifadə edirsən, doğru mu? Bir xalacenik, kondisioner, bir avtomobil alanda belə üzərində kitabça verilir. Düzdür, indi biz onu atırıq kənara, əmi oğluna zəng edirik, ondan soruşuruq hər şey, ya əmi qızıya. Amma o kitabça var. İndi insanın da özünü necə doğru idarə eləməsi kitabçası həm insanın daxilində gizlədilib, həm təbiətdə, kainatda gizlədilib, həm də müqəddəs lövhələrdə, müqəddəs kitablarda və müqəddəsləri idrak edən nizamilərdə, füzulilərdə, nəsimilərdə, mevlanalarda, qeyləmənilərdə gizlədilibdir. Və baxın, gözəl insanlar, hal-hazırda həyatınızda baş verən reallıqlar, yəni sizin iki hal yaşaya bilərsiniz. Mənfi və müsbət. Bunun xaricində hal yoxdur. Bir də keçid var təbii ki, mənfi və müsbət. İndi əgər siz özünüzü müsbətdə hiss edərsinizsə, sizdən yayılan vibe'lar sizi müsbətə doğru aparacaq. Çünki təsir əks təsirə bərabər olacaq. Yox, siz başınıza gələn olayları rəhbər tutub pessimist, negativ olarsınızsa, o zaman da keçmiş olsun, siz eyni təsirlər, əks təsir verəcək, bədbəxtliklər yaşayasınız. Bəs o zaman baxın, bu kainatdakı bu karmaşıq ortamda hər kəs xoşbəxt olmaq istəyir, hər kəs uğraşır, amma insanlar xoşbəxt görünməyə çalışırlar, amma xoşbəxt deyirlər, görünməyə çalışırlar. İnsanların bir saxladığı mənləri var, bir də sunduğu mənləri var, bir də sandığı mənləri var. Sandıq sözü var ha, sandıq, elə qandıq. Yəni sənin xoşbəxt olmağın üçün sən öz sirrini çözməlisən. Və biz bu təlim və seanslarda nə edirik? Sənə gizli olan sirrini çözərək, sənin bu kainatın sirrini çözməyinə yardımcı oluruq. Və Nizami Gəncəvinin o bizlərə Sirlər xəzinəsində açdığı bu sirri, aç mənim üzümə sir xəzinəni,
Zülmətlər içindən xilas et məni. Mən ki, Adəm oğluyam, qanatlanmaq istərəm. Mələkdən də üstünəm, fələkdən də üstünəm. Bəli, sən elə bir xoşbəxtlik yaşaya bilərsən ki, bu dünya həyatında baş verən heç bir şey səni üzə bilməz, neytral qalar. 2, nəinki üzə bilməz, xoşbəxtliyinə xidmət eləyər. Çünki sən buna layiqsən. Buna layiq olmasan, belə bir videonu bu qədər dəqiqə izləyə bilməzdin. Sənsən sənin möcüzən, amma bunu bilmirsən.